Ümumiyyətlə, 2025-ci ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın güclənməsi Azərbaycan regional liderlik mövqeyini necə möhkəmləndirdi? Artıq Türk Dövlətləri Təşkilatı təkcə bu 6 Türk dövlətinin, üzv dövlətlərin bu təkcə bir siyasi əməkdaşlıq platforması deyil. Daha doğrusu 5 dövlətin siyasi əməkdaşlıq platforması deyil. Bilirsiniz ki, orada həm də Türkmənistan dövləti var, Şimali Kipr dövləti var. Sonra Macaristan dövləti, onlar bilirsiniz ki, müşahidəçi statusundadır. Yəni, söhbət 8 dövlətdən gedir. Və artıq bir geosiyasi gücə çevrilməkdədir. Geosiyasi əməkdaşlıq platformasına çevrilib. Və bilirsiniz, o əlahəzrət faktın qarşısında bir şlyapa çıxarırlar da. Bu nəzəri fikirlərimizi biz faktlarla tamamlaması o mənzərə ortaya çıxmayacaq. Türk Dövlətləri Təşkilatına daxil olan bu 8 dövlət ki, yox, daha doğrusu üzv 5 və 3 də müşahidəçi statusunda bunların hamısının birlikdə ərazisi 4,8 milyon kvadrat kilometrdir. Təsəvvür edin, söhbət milyondan gedir. Baxın, bunların ümumi daxili məhsuluna bu dövlətdən birlikdə 2,1 trilyon dollar ümumi daxili məhsuludur. Bunların ticarət dövriyyəsinə dünya ölkələrindən baxın 1,2 trilyondur. Dünyada keçən illəri iqtisadi artım 3,2%-dir. Türk Dövlətləri Təşkilatında artım 5,3%-dir. Bu rəqəmlər özü sanki danışır. Və baxın, Türkiyə nəhəng dövlətdir də. Türkiyənin ümumi daxili məhsulu 1 trilyon 323 milyard manata çatır, dollara gəlib çatır. Qazaxıstan bu təşkilatda çox böyük dövlətdir. Məsələn, 281 milyard dollarlıq ümumi daxili məhsulu var. Özbəkistan xeyli böyük potensiala malikdir. Deməli, 115 milyard dollarlıq ümumi daxili məhsulu var. Azərbaycanda bu təxminən 75 milyard dollardır. Şimali Kiprdə 7 milyarddır, bu kiçik dövlətdə 7 milyardlıq var. Məsələn, Macaristan, NATO və Avropa İttifaqı ölkəsində 204 milyardlıq ümumi daxili məhsul var. Bunlar hamısı bir yerdə gəlib 2,1 trilyon dollar təşkil edir ki, doğrudan böyük iqtisadi gücdür. İndi iqtisadi gücə, yəni bahisə söykənib, biz həm üst qurum proseslərinə, siyasi əlaqələri genişləndiririk, həm də hərbi təhlükəsizlik məsələlərdə indi ön plana çıxmağa başlayıb.